Vətən, vətən, Azərbaycan, gözəl vətənim. Haçan ki sizin o gözəl Azərbaycanımızda, gözəl vətənimizdə uşaq pulu verilər. Haçan ki sizin gözəl Azərbaycanımızda, gözəl vətənimizdə qazilərə 80 manat yox, ən azı bir 800-1000 manat verirlər. Haçan ki sizin o gözəl vətənimizdə insanlara 400, 500, 600 manat verib bir-birindən Əlövsətdən, Ələskərdən 100 manat alıb Firdovsiyə 100 manat verib sonra təzədən Firdovsidən 100 manat alıb Əlövsətə verməklər qurtarsa, haçan ki sizin o gözəl vətənimizdə qabaqda fahişələr, üzdən iraqlar, ona dəstək duranlar olmasa, haçan ki sizin gözəl Azərbaycanımızda, gözəl vətənimizdə özbaşınalıqlar, dərəbəyliklər, məcburi tas qoyulmaları, sonra gəlib təzdən almaqları olmasa, haçan ki sizin gözəl vətənimizdə təhsil, səhiyyə normal olar. Bəlkə onda fikirləşmək olar ki, nəysə dəyişib, nəysə düzəlib. Amma bir dənə atalar sözü var, ölmə eşşəyim, yonca bitincə.